Heç kim sizə demir ki, siz kefinizdən gəlmisiniz. Amma bugün siz kefinizdən o torpaqlara qayıtmırsınız, bunu demək mümkündür. Bugün siz Laçına qayıtmayacaqsınızsa, Kəlbəcərə qayıtmayacaqsınızsa, Zəngilana qayıtmayacaqsınızsa, Qubadlıya qayıtmayacaqsınızsa, niyə analar göz yaşlıdır? Niyə atalar göz yaşlıdır? Niyə 6 şəhidimiz hələ də itkindir? O dağlarda, o dərələrdə düşüb çöllərə, atalar, aidiyyatı qurumlar şəhidlərini axtarırlar. Niyə? Siz burada oturub cəmaatın evində əmr verəsiniz ki, 10.000 manat mənə verəsən. Ona görə deyirəm, kefinizdən gəlməmişsiniz, amma kefinizdən getmirsiniz. Bəs Qarabağ işğal altında olanda məcburi köçkünlərin hamısı bir ağızdan deyirdi. Gün o gün olsun torpağımıza qayıdaq. Gün o gün olsun öz torpağımızda öyle. Gün o gün olsun evimin daşına əlimi sürtə bilim. Gün o gün olub da nəyə gözləyirsiniz? Məcburi köçkünlər var, şəxsən tanıdıqlarım var. Girdikləri evdən çıxmırlar. Gedib orada evlərinin ağzına qıfıl vururlar və yaxud da ki orada kirayə verirlər. Elə ki otel kimi istifadə edirlər evlərindən. Eləməyin, heç olmasa şəhidli ailələrdə hörmət eləyin. Yenə də deyirəm, balasının hələ də harada şəhid olduğunu bilməyən, hansı tarixdə şəhid olduğunu bilməyən atalar var, analar var. Bununla bağlı bizim itkin şəhidimizin atası Səməd dayı da danışmışdı. Hələ onun övladı tapılmayıb. İllərdir atanın, ananın gözü yoldadır. Çünki bizim bir neçə itkin şəhidimiz var. Oğlunun nəşinə qovuşa bilməyən atalar var. Oğlunun öldüyü günü, şəhadətə qovuşduğu günü bilməyən atalar var. Bugün siz bilirsiniz, belə əmrlə danışığınızla bir daha yaralarının üstünə, ağrılarının üstünə, acılarının üstünə acı